Müəllimlər salam, hər vaxtınız xeyir. Mən Ələkbərova Şəfiqə, MHM Tədris Mərkəzində ibtidai ixtisası üzrə Azərbaycan dilini tədris eləyirəm və bugün sizinlə belə bir sualla rastlaşmışıq ki, şeirin neçənci misralarında söz birləşməsi işlənmişdir. Birinci növbədə yadımıza saxlamalıyıq ki, söz birləşməsi iki və ya daha artıq müstəqil sözün birləşməsidir. Müstəqil söz nədir? Yəni, müstəqil söz dedikdə əsas nitq hissəsini nəzərdə tuturam. O zaman qaydanı təkrarladığım üçün testə baxa bilərəm. Alnında zamanın açdığı qırış, başına qar tökür, qar ələyir qış. Odun istisindən aralanmamış, suyun soyuğundan keçir analar. Deməli, zamanın açdığı qırış 1, zamanın açdığı qırış 1, çünki qırış hansı qırış? Zamanın açdığı 1. Başına qar tökür, qar ələyir qış. Bu artıq cümlədir. Götürmürəm, variantdan çıxıram. Odun istisindən aralanmamış. Odun istisi burada nə olacaq? İsmi birləşmədir. Çünki ikinci tərəfə sifətlə ifadə olunub. Götürəcəm 3. Suyun soyuğundan keçir analar. Suyun soyuğu. Suyun isimdir, soyuq sifətdir. Götürəcəmmi? Bəli, götürəcəm. Çünki iki əsas nitq hissəsinin məna cəhətindən, yəni mənası da, qrammatikası da uyğundurmu? Bəli, götürəcəmmi? 100% götürəcəm. Cavab A variantı.